Verilmiş nümunə ilə bağlı doğru fikir müəyyən edin. Heydər baba, ağacların ucaldı, amma hayıf cavanların qocaldı. Toğluların arıqlayıb acaldı, kölgə döndü, gün batdı, qaş qaraldı, qurdun gözü qaranlıqda bərəldi. Heydər babaya salam poemasından bir parçadır. Heydər baba dağına müraciətlə yazılan bu şeir müxəmməs janrında deyil. Bəli, bu fikir doğrudur. Çünki biz görürük ki, burada Heydər baba dağa müraciətimiz var. Ancaq deməli, hər beşlik müxəmməs hesab olunmur. Burada ucaldı, qocaldı, acaldı, A, qərəldi və bərəldi, BB, yəni 3A 2B formasında qafiyələnib. Müxəmməsdə isə 4 deməli, misra, ilk 4 misra öz arasında həm qafiyə olur, sonuncu misra birinci bəndlə qafiyələnir və birinci bənddə də 5 misranın 5-i də öz arasında qafiyələnir. Xalq danışıq dilində olsa da əruz vəzn tələblərinə tabedir, əruz vəznində deyil, hecə vəznindədir. Məhəmməd Hüseyn Şəhriyarın əsərlərinin əksəriyyəti kimi bu əsər də fars dilində yazılmışdır, sonradan ana dilinə tərcümə edilmişdir. Düzdür, Məhəmməd Hüseyn Şəhriyarın əsərlərinin əksəriyyəti fars dilindədir, ancaq Heydər babaya salam poeması ana dilində yazılmışdır. Şeirin ikinci misrasında bədii təsvir vasitəsi olan təzad işlənmişdir. İkinci nümunəyə baxırıq. Hamma hayıf cavanların qocalı. Burada cavan və qoca təzad nümunəsi hesab oluna bilər, ancaq deməli, təzad bədii təsvir vasitəsi yox, bədii ifadə vasitəsi hesab olunur. Misra daxili bölgüsü 4+4+3 olan bu əsərdə müəllif konkret tanıdığı şəxslər haqqında məlumat versə də, atası ilə bağlı məqamlara toxunmayıb. Bu fikirdə yanlışdır. Çünki atası ilə bağlı atasının süfrəli bir kişi olmağı, xalqın əlindən tutduğunu qeyd etdiyi misralar var. İkinci nümunəyə baxırıq. Rəsul Rızanın Çınar ömrü şeiri ilə bağlı səhv fikri müəyyən edin. Lirik növdə yazılan bu əsər sərbəst şəkildədir. Bəli, bu fikir doğrudur. Əsas diqqət Çınarın uzun ömür yaşamağında deyil, mənalı yaşamağında göstərilir. Bəli. Çınarın ölümü yarandığı gündən başlamışdır. Bəli. Şeirdə Çınarın yaşadığı ömür dəqiq göstərilmir, onun uzun ömür yaşadığı qeyd olunur. Bu yanlış fikirdir. Şeiri oxuyanlar yaxşı bilir ki, burada Çınarın ömrü dəqiq şəkildə göstərilir. Çınar məğrurluq, ucalıq rəmzi kimi mənalandırılır. Bəli, doğru fikirdir. Səməd Vurğunun Vaqif pyesi ilə bağlı səhv fikri müəyyən edin. Vaqiflə İbrahim xan arasında fikir ayrılığı ilk dəfə Əli bəyin toy mərasimində baş verir. Bəli, Vaqifin deməli İbrahim xan məclisə gələndən sonra Eldar da daxil olması və Eldara böyük ehtiram göstərilməsi İbrahim xanı narahat edir. İbrahim xanın toydan çıxıb getməsi Xuramanı narahat edir. Bəli, doğrudur. Vaqifin vəzifəsindən çıxarılacağından ehtiyat edir. Vidadi Qacarla görüşündə Vaqifin bağışlanmasını istəyir. Doğrudur. Xuraman öz xarakteri ilə əsərdəki digər qadın surətlərindən fərqlənir. Bəli, bu fikir də doğrudur. Çünki Xuraman daha çox var dövlət düşkünü idi, amma digər qadınlarda biz bunu görmürük. E variantına baxırıq. Xuramanın xəyanətindən sarsılan Vaqif onu öldürmək istəsə də bu fikrindən əl çəkir. Bu yanlışdır. Çünki düzdür, Vaqif Xuramanın xəyanətindən sarsılır, ancaq onu öldürmək istəyən Vaqif deyildi. Əli bəy öldürmək istəyir və əksinə Vaqif ona mane olur. Mir Cəlal Paşayevin və İsmail Şıxlının yaradıcılığı ilə bağlı ortaq fikirləri müəyyən edin. Deməli, roman müəllifidirlər. Biz bilirik ki, həm Mir Cəlal Paşayevin, həm İsmail Şıxlının deməli romanları var. Dramatik növə müraciət etməmişlər. Bəli, hər ikisinin dramatik növdə əsəri yoxdur. Avtobioqrafik əsər müəllifidirlər. Deməli, Mir Cəlal Paşayevdə biz Yaşıdlarım romanını görürük. Eyni zamanda İsmail Şıxlıda Cəbhə gündəlikləri əsər avtobioqrafik xarakteri daşıyır. Doğru fikirdir. Müharibə mövzusunda əsər yazmamışdır. İsmail Şıxlının var. Mirzə Ələkbər Sabirə poema həsr etmişdir. Deməli, Mir Cəlal Paşayevin yaradıcılığında görürük. Yolumuz Hayanadır romanı. Deməli, bizdən ortaq fikir istədiyi üçün 1, 2, 3 A variantı doğru cavabımız olacaq. Cəfər Cabbarlının Oqtaylıoğlu əsərinə əsasən aşağıdakı sözlər kimə məxsusdur? Deməli, oradakı oyunbazlar ki, hətta deyirlər arvad tumanı geyirlər, o namussuzlar 70 il Allah kəlamı oxumuş ahundlardan yaxşıdır, hə? Biz çox rahatlıqla bilirik ki, bu fikir Hacı Zamana məxsusdur. Deməli, Firəngizin atası qatı dindar idi. Əlağa Kürşadın Vətən şeiri ilə bağlı səhv fikri müəyyən edin. Şeir lirik növdə hecə vəznə müxəmməs şəklindədir. Belə səhv istədiyi üçün bu şeir müxəmməs şəklində olmadığına görə A variantı yanlışdır. Vətən mövzusundadır, doğrudur. Şeirdə ana və vətən anlayışları bərabər tutulur. AB formasında qafiyələr bəli çarpaz qafiyədən istifadə edilibdir. Şeirdə vətənin bizlərə bəxş etdiyi nemətlər sadalanır. Doğru fikirdir. Hikmət Ziyanın Qarabağda şeiri ilə bağlı klasteri tamamlayın. Deməli, vətənpərvərlik mövzusundadır. Şeirdə bədbin ruh hakimdir. Belə yaxınlaşdıraq. Vətənpərvərlik mövzusundadır. Bu doğru fikirdir.
Şeirdə bədbin ruh hakimdir, yanlışdır. Əsərdə Qarabağın musiqisindən, qonaqpərvərliyindən danışılır, doğru fikirdir. Şeirdə bir çox milli qəhrəmanlarımız adlar çəkilir, yoxdur. Füzuli dağların başında zümrüddən tac kimi yarandır. Burada Füzuli yox, Şuşadan söhbət gedir. Deməli, bizdən doğrunu istədiyinə görə A, C, B variantı doğru cavabımız olacaq. 8-ci sualla davam edək. Məmməd Hüseyn Şəhriyarın poema yaradıcılığı ilə bağlı səhvi müəyyən edin. Şeir və hökumət insanları qardaşlığa, xeyirxah əməllərə çağırır, doğrudur. Stalingrad qəhrəmanları 2-ci Dünya müharibəsindən bəhs edir, doğrudur. Həzin nalələr nakam məhəbbətin üzüntüləri əks olunub. Burada ümumiyyətlə həzin nalələrin məzmunu nakam məhəbbətdir, lakin həzin nalələr poema yaradıcılığına yox, lirik şeir yaradıcılığına daxildir. C variantı yanlış cavabımızdır. Heydər Babaya salam, vətən sevgisi əks olunub, doğrudur. Nişapurda günəş batarkən tərcümə hal xarakterlidir, düzdür. 9-cu suala baxırıq. Rəsul Rızanın Qızıl Gül olmayadı poemasının məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Əsər sərbəst şeir formasında yazılıb, fikir doğrudur, ancaq məzmuna daxil deyil. Repressiya qurbanlarının xatirəsinə həsr olunub, əsərdə totalitar rejim pislənilir, doğrudur. Əsər Dilbər xanıma müraciətlə başlanır. Doğrudur. Sərbəst şeir formasında olsa da əsər süjet xəttinə malikdir. Sərbəst şeir formasında da əsərin süjet xətti var, lakin bu xüsusiyyət formaya daxildir. Müəllif əsərdə müşfiq obrazını öz xatirələrinə əsasən yaratmışdır. Doğrudur. Deməli, məzmunla bağlı 2, 3 və 5 doğru fikir hesab olunur. Cavabımız E bəndi olacaq. Cəfər Cabbarlının Nöqtə Yolu əsərinə əsasən doğru fikirləri müəyyən edək. Oqtay ilə Səmətin söhbətindən aydın olur ki, Oqtay xalqını hər şeydən üstün tutur, bəli, doğrudur. Aslan bəy Firəngizi Oqtayı sürgün elətdirməkdə təhdid edir, bəli. Hacı Zaman əsəbləşib oğlu Aslan bəy işindən azad etdirir, belə bir məsələ yox idi əsərdə. Oqtayı yenidən səhnəyə qaytarmağa çalışan dostları ona pul təklif edirlər. Ümumiyyətlə, onu səhnəyə qaytarmağa çalışan köhnə dostlarından biri idi və ona pul təklifi məsələ ondan ibarət ki, Oqtaydan istifadə etməyə çalışırdılar, onun şöhrətindən istifadə etməyə çalışırdılar. Bu fikir yanlışdır. Sevər qardaşından sonra başına gələnlər dilənçi qadına danışır. Bəli, biz hadisələrin bir qismində Sevərin dilənçi qadına danışığından öyrənmiş oluruq. 1, 2, 5 A variantı doğru cavabımız olacaq. Zahid Xəlilin Zeynəlabdin əsərinə əsasən klasteri tamamlayın. Zeynəlabdin Bibi Heybətdə şərikli torpaq almışdı. Atası pinəçi idi, lakin oğlunu bənna olmağını istərdi. Bu fikir yanlışdır. O 12 yaşında fəhlə işləməyə başlayır. Bəli, fəhlə işləyir və pul yığmağa başlayır. Zeynəlabdin özünə balaca bir ev tikdirir, xeyr, böyük bir ev tikdirir. O qız məktəbini çətinliklə aça bilir, doğrudur. Qız məktəbinin müdiri həyat yoldaşı Hənifə xanım olur. Hənifə xanım Həsən bəy Zərdabinin həyat yoldaşıdır. Bu fikir yanlışdır. B və D deməli bizim doğru cavabımız olacaq. D bəndi bizim cavabımız hesab olunur. 12-ci sualına baxırıq. Məmməd Hüseyn Şəhriyarın Heydər Babaya salam əsərlə bağlı səhv fikri müəyyən edin. Vətən haqqında səmimi hisslə ifadəsi əks olunmuşdur. Deməli, doğrudur. Əsər fars dilində poema janrındadır. Yanlışdır. Əsər poemadır, ancaq fars dilində deyil. Vahid süjet xətti yoxdur. Bəli, süjet xətti zəifdir. 2 hissədən ibarətdir. Doğrudur. Şairin deməli, uşaqlıq illəri, doğma yurdla bağlı arzuları əks olunmuşdur. Bu fikirdə doğru hesab olunur. Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam əsərində yaratdığı ana surətlərinə aid deyil. Saçları bir gecədə ağaran analar var. Laylaları ilə bizə xoş həyat verən analarımız var. Torpaq anasız qalmasın deyə torpağın qoynuna köçən analar. Bu Cabir Novruzun Mən bizim deməli anaları günəşlə tən tuturam şeirində deyil. Hüseyn Arifin Analar şeirindəndir. Toyumuzu görəndə 100 il gəncləşən analar doğrudur. Oğulları döyüşdən geri dönməyən analar da doğru variant hesab olunur. Süleyman Rüstəmin Təbrizim şeiri ilə bağlı səhv fikir müəyyən edin. Misrə daxili bölgüsü 6+5-dir. Baxdıqca hüsnünə doymayır gözüm, doğrudur. 3A2B şəklində qafiyələnmişdir, doğrudur. Təbrizim sözü yerinə görə metonim kimi işlənə bilir. Bəli, orada məsələn bəndlərin birində deyir ki, sən çıxdın qarşıma duzla çörəklə. Doğru hesab edə bilərik. Müəllif Təbrizin gözəllərindən də bəhs edir. Təbriz gözəllərindən yox, Təbrizin gözəlliyindən bəhs olunur. Təkrarlanan misralara rast gəlinir. Variantımızda doğru hesab olunur. Zahid Xəlilin Zeynəlabdin əsərinə aid deyil. Bibi Heybətdə şərikli torpaq alsa da şəriki onu yarı yolda qoyur. Bəli. Anasını kiçik yaşlarında itirir, atası yenidən ailə qurur. Doğrudur. Quyu fantan vurduqdan sonra qazandığı gəliri ilə özünə böyük bir ev tikdirir. Bu da doğrudur. Yerin altından çıxan pul ilə yerin üstünü bəzəmək qərarına gəlir. Doğrudur. Heç bir mane olmadan qız məktəbini açdıra bilir. Bu yanlışdır. Din xadimləri və digər şəxslər ona dəfələrlə mane olsa da o, deməli, məktəbi açdırmağa nail ola bilir.